məşq olundu. Nizami Gəncəvi həm də türkçə yazmış. Ancaq mən hətta deyirəm, burada da aytmışıq, Nizami Gəncəvi yalnız əgər hətta farsça yazsa da xəmsəsi, yəni onun beşliyi xəmsəsi, Sırlar Xəzinəsi, Xosrov və Şirini, İskəndərnaməsi, türklük fəlsəfəsi və insanlıq fəlsəfəsi üzərində qurulmuşdur. Yəni Nizami Gəncəvinin əgər biz Nizami Gəncəvini oxusaq, idrak, təfəkkür qursaq, görərik ki, Nizami Gəncəvinin dünya görüşü, fəlsəfəsi, insanlıq fəlsəfəsidir. Məsələn, Nizami Gəncəvinin insanlıq fəlsəfəsi, yəni biz nə deyir ki, onun insanlıq fəlsəfəsini deyirik. Yəni burada da mən aytdım. Aslında Nizami Gəncəvinin bir insanlıq fəlsəfəsindən bahs etməsini ən yaxşı yazanlar, aytanlardan biri Azərbaycan Cumhuriyyətinin 1918-ci ildə qurulan Azərbaycan Cumhuriyyətinin banisi, kurucusu Məhəmməd Əmin Rəsulzadə Azərbaycan şairi Nizami Gəncəvi əsərində aytmışdır, yazmışdır. Cahanda Nizami Gəncəvi haqda ən yaxşı, cüda yaxşı əsər yazan Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Berkesdə yazır. Bir çox alimlər Nizami Gəncəvi haqqında əsərlər yazmışdır. Ancaq Nizami Gəncəvinin fəlsəfəsini, dünya görüşünü, əyallara münasibətini, insanlığa münasibətini, kamil insan, onu ən yaxşı aytan Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Əlişir Nəvaini ən yaxşı aytan birinci alimlərdən gördüyünüz kimi Maksud Şeyxzamanov olmuşdur, Şeyxzadə olmuşdur yəni. Yəni 20-ci əsrdə yenidən Nizami Gəncəvi kimdir? Onun qayələrinə, amallarına, fəlsəfəsinə Nizami Gəncəvini Məhəmməd Əmin Rəsulzadə birinci olaraq daha yaxşı, yaxşı anlattı. İkincisi isə Əlişir Nəvaini'də Maksud Şeyxzadə başladı ona yazmağa. 1940-cı, 50-ci illərdən yazdı və aytdı. Sonralar 50-ci, 60-cı illərdə yəni Maksud Şeyxzadənin böyük rolu oldu. Sonra başqa Özbək alimləri də yazdılar. Nizami Gəncəvinin fəlsəfəsi burada da, yəni əslində farsça yazmaq, yəni farsi bir dildə yazdı, ancaq farsi dildə yazsa da Nizami Gəncəvinin ruhu, manəviyyatı bir türk ruhaniyyətidir, türk mənəviyyatıdır. Əgər biz diqqətlə oxusaq görərik ki, Nizami Gəncəvi orada türklüyün ruhundan, türklüyün manəviyyatından, fəlsəfəsindən bahs edir. Nizami Gəncəvi,